Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bugün Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak ediblər. İndi dövlətimizin başçısının həmin mərasimdəki çıxışını təqdim edirik. Hoş geldiniz. Bayramınız mübarek olsun. Sağ olun. Sağ olun. Hoş geldiniz Cenab Bey. Sağ olun. Teşekkür ederim. Siz de hoş geldiniz. İlk növbədə sizi bayram münasibətilə təbrik edirəm. Bugün İlahır Çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi təbrik edirəm. Mən xatırlayıram ki, 2022-ci ildə Novruz tonqalını Suqovuşanda qalamışdım və o vaxtda göstəriş verdim ki, bura insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evlərdir, sıfırdan tikilibdir və bütün şərait var. Və şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Burada yaşamaq üçün bütün şərait var, evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq da əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq burada da keçmiş köçkünlər yerləşirlər. Burada 2-ci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bizim birinci əhəmiyyətli uğurlarımızdan biri idi, hərbi qələbələrimizdən biri idi. Və bildiyiniz kimi 44 gün ərzində bizim ordumuz, bütün silahlı qüvvələrimiz ancaq irəliyə gedirdi. Və hər bir kəndin, hər bir qəsəbənin azad olunması ordumuza, xalqımıza əlavə ruh verir. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malikdir. Suqovuşan işğalçılardan birinci azad edildi. Təkcə bununla buranın əhəmiyyəti məhdudlaşmır. Çünki bunun bildiyiniz kimi çox böyük strateji əhəmiyyəti var. Buranın ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şərhi heyəti yerləşmişdi və hərbi nöqteyi nəzərdən buranı işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm fədakarlıq tələb edirdi. Bizim hərbiçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi əbədi bizim qəlbimizdə yaşayacaq. Allah bütün qəhrəmanlarımıza can sağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbiçilərimizi biz hər zaman qiymətləndiririk və gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına biz torpaqlarımızı geri aldıq, işğalçılardı, torpaqlarımızdan qurduq. Əlbəttə ki, bu bir uzun bir proses idi. İlk növbədə dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bugün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək eləmirdi. Bugün də heç kim kömək eləmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalıydıq.
bir maliyyə imkanlarımız olsun. Güclü ordu yaratmalıydık, bunu da etdik. Ordumuzu təchiz etməliydik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Və əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik və onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm 2-ci Qarabağ müharibəsi dövründə, həm antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. Dünyada müharibələr kifayət qədər geniş vüsət alır. Qanlı toqquşmalar, hər şeyindi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Və görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir. Ya da ki, öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir. Ya da ki, hər hansı bir kiçik həcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, bu sadəcə olaraq bugün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, 2-ci Dünya müharibəsindən sonra Azərbaycan qədər bir mənalı və tam qələbə heç kim tərəfindən qazanılmır. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim qələbəmiz isə tamdır. Və bu bizim həm dövlətimizin, silahlı qüvvələrimizin gücünü, xalqımızın iradəsini göstərir. Və siz də yaxşı bilirsiniz, bu bölgəndə yaşamış insanlar, onların davamçıları işğal dövründə elə güclü istehkamlar qurmuşdu düşmən ki, onları yarmaq həm qəhrəmanlıq, həm peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, heç vaxt biz o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi. İllər boyu qurduqları mühəndislik istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasındaydı. İlk növbədə güya bu məsələlə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu, onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək. Onların məqsədi buydu. Hər üçünün. Burada bunların üçü də bir amal uğrunda birləşmişdir. Halbuki bu indiki bu ölkələr arasındakı münasibətlər göstərir ki, bu çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi? Hər üçü Ermənistanın arxasında. Hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyir. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Biz buna qarşı mübarizə aparmış, buna qarşı müharibə aparmış. Və 2-ci Qarabağ müharibəsi başlayanda bilinmirdi ki, necə özünü aparacaq. Böyük güclərin mən nəzərdə tutur. Və belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyür üstə qoymaq
xalqımızın gücünü göstərir. Ancaq o vaxtda biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu hələ ki işimizin tam, necə deyərlər, başa çatması deyil. Çünki müəyyən səbəblərə görə bizim torpaqlarımızda separatçılar hələ ki öz yuvalarını saxlamışdılar. Sülh məramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara əlavə, necə deyərlər, ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdi. Ancaq bir şey onlar hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi, bunu onlar hesablaya bilməmişdir. Və il yarım bundan əvvəl bir günlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi. Onunla da məsələ bitdi, onların kitabı bağlandı. Və bugün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm, burada xoşbaxt yaşayın, siz buna layiqsiniz, uzun illər əzab əziyyət içində yaşamışsınız, bundan sonra o əzab əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi. Allah balalarınızı sağlasın. Sağ olun.